Hazırlığa getmədən 513 bal toplamaq. Bəziləri üçün bu sadəcə rəqəmdən ibarətdir, amma Jalə üçün bu əzmin və zəhmətin nəticəsidir. Necəsən Jalə? Sağ olun, siz necəsiz? Sağ ol, təşəkkür edirik biz də. Hazırlığa getmədən 513 bal toplamısan. Bəs bu balı topladığını və universitetə qəbul olduğunu öyrənəndə hansı hissləri keçirdin? Necə oldu sənin üçün? Girdiyimi biləndən sonra ağlamaq başladı. Niyə? Çünki kod əzbərləmişdim. Bir də məsələn, mən universiteti 3 ildə istəyirdim deyə ciddən çox qəşəng hisslər idi. Bəs hansı universiteti və ixtisası seçmisən? Yəni 3 ildə istəyirsən, bu seçdiyin ixtisası uzun müddətli mi istəyirdin? Bəli, mən 2-ci qrupa hazırlaşandan bəri, digər ixtisaslar da vardı, maliyyə falan, bələdiyyə işləri falan. Sadəcə mən iqtisadiyyatı daha çox istəmişəm. Nəsə mən daha çoxunu cəlb eləyirdi mənə. Həmçinin mən Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasını seçdim. Birinci seçimim idi. Həm də ona düşdüm dövlət sifarişi əsasında. Elə 3 ildə istədiyim, yəni universitet və ixtisasa qəbul oldum. Niyə repetitor yanına getməyi seçməmisən məhz bu ixtisas üçün? Mən əslində əvvəldən onu istədim, məsələn, getmək istədim. 1 ay falan rayonda müəllimlə yenə getmək istədim. O da nəqliyyat vasitəsidir. Niyə? Çünki biz dağlıq ərazidəyik də, baxanda kəndimiz uca bir yerdədir. Şəhərə də gedib gəlməyim də çox baha gəlirdi. Həmçinin burada rayona gedib gələndə bir dəfə mənim 20 manat falan üstümə düşürdü. Həm xərclərə görə, həm də nəqliyyat vasitəsinə görə. Bəs bu yolda sənə ən çox kim dəstək oldu? Başda əslində atamdır, yəni atam, bir də anam, bir də məsələn məktəb müəllimlərim, direktorumuz daha çox mənə kömək eləyib. Bəs sistemi necə qurmuşdun? Gün daxilində nə qədər, neçə saat hazırlaşırdın? Və ən əsas soruşmaq istədiyim bir şey var ki, telefondan istifadə edirdinmi? Çünki belə qəlibləşmiş bir düşüncə var ki, telefon istifadə edən gənclər çox vaxt yüksək nəticə əldə etmirlər. İstifadə etmişəm, yəni demək olar ki, telefondan hər gün mən telefondan istifadə etmişəm. Planımı belə telefon üzərindən qurmuşam. Məsələn, gündə nə qədər sual işləyəcəyimi və həmçinin YouTube-da da daha çox istifadə etmişəm. Telegramda və Instagramda həm bu sual olan kanallarda, sınaq kanallarının hər birindən istifadə etmişəm. Yəni telefon daim əlimdə oldu. Yəni onda belə bir nəticəyə gəlmək olarmı ki, telefon istifadə eləməmək yox da telefonu düzgün və balanslı istifadə etmək lazımdır. Nə düşünürsən bu haqqda? Telefon sadəcə baş qatmaq üçün deyil də. Yəni məncə telefonun heç bir təsiri yoxdur. Yüksək nəticə toplamaq istəyən gənclərə nə tövsiyə vermək istəyərdin? Hər bir tələbəyə, hər bir yəni abituriyentə deməyim odur ki, əgər bir şeyi xəyal eləyib hədəfləsələr, məncə yəni istəyir repetitor yanı olsun, olmasın. Məncə hər kəs bacara bilər. Bacınızın ilk dəfə universitetə qəbul olduğunu eşidəndə, bu xəbəri alanda necə hiss elədiniz? Çox xoşbəxt oldum onun adına həm də, çünki onun çəkdiyi əziyyəti görürdük. Həm çox dərs oxuyurdu, həddindən artıq yəni özünün üstünə çabalayırdı. Onun üçün eşidəndə ona baxanda istər-istəməz biz də duyğusallaşdıq. Yəni həddindən artıq çox xoşbəxt olduq.